Bir daha subut eləyəcəyəm ki, Qulinin qardaşı Namik Səlifov həqiqətən Quli yolu getsəydi, Quli yolu getsəydi, bu adam indi salamat değildi. Bu adam indi salamat değildi. Mən heç vaxt yol vermərəm belə şeyə. Mənim işim qanunlandır, bunların işi cinayətlədir. Amma bu Yalçın deyilən adam aeroportda düşür, devlət təhlükəsizlik xidməti aparır, söhbət edir, çay, pirojna, tortdan çay içirlər. Deyir, sən qabili müxalifəti yaxşı söyürsən. Sənə nə lazımdır, kömək olacaq. Və bu Yalçına saxta sənədlər alırlar, evlənmək üçün sənədlər də alırlar saxta və bunu ölkədən çıxardırlar. Noyabr ayında, baxın ha, 25-ci ilin noyabr ayında deport elədiyim adamı dekabr ayında qaytarırlar. Dekabr ayında qaytarırlar. Və buna yardım eləyənlər də, buna efirinə çıxanlar da Qulinin ətrafı da tanıyır, hamı da tanıyır. Buna pul verəni də yardım edən. Nə buna, nə Yalçına yardım edənə bir kəlmə barmaq silkələmirlər. O deməkdir ki, bir yerdən komanda alırlar. Başqa çarə var mı? Şəxsən mən deyirəm, Qulinin qardaşı bu boyda sərvətinə sanksiya qoyuldu. Qulinin qardaşı İlhamın yolunu getməsəydi, bu boyda sərvət yəqin məmurlardandır.